Salam. Bugün sənin bizimlə paylaşdığın mənbələrə əsaslanaraq çox cəsarətli bir mövzuya baş vururuq. İsa'nın İncili adlı romanın hissələri. Hə, salam. Bu, elə bil ki, bildiyimiz hekayəni sanki baş-ayaq çevirir. Ona tamamilə insani bir prizmadan baxır. Tamamilə. Gəl birlikdə anlamağa çalışaq. Bu müqəddəs obrazlar burada necə təsvir edilib? Və bu hekayə inanc, taleh, hətta Tanrının özü haqqında hansı suallar ortaya atır? Bax, başlamazdan əvvəl onu demək vacibdir ki, bu mətn səni rahatlıq zonandan çıxaracaq. Çünki burada möcüzəvi doğum, ilahi missiya kimi anlayışlar, necə deyim, arxa plana keçir. Hekayə birbaşa Yusif və Məryəmin ər-arvad kimi fiziki yaxınlığı ilə başlayır. Bəli. Bu ilk cümlədən bir siqnaldır. Yəni biz mifdən çox insanın özünə, onun bədəninə, arzularına, zəifliklərinə fokuslanacaq. Gəl, elə buradan başlayaq. O ilk səhnə, Yusif və Məryəmin o qədər gündəlik, o qədər real təsviri, bu ənənəvi təsəvvürlərlə kəskin ziddiyyət təşkil edir. Elədir. Mənbədə Yusifin səhər xoruz banı ilə oyanması, Tanrıya şükür etməsi, amma sonra arvadı Məryəmə yaxınlaşması çox təbii, fiziki detallarla verilib. Bəli, və mətn burada çox maraqlı bir fərziyyə irəli sürür. Deyilir ki, Tanrı cisimsiz bir ruh olduğu üçün bəlkə də onların bu fiziki birliyini görə bilməzdi. Maraqlıdır. Hətta bir cümlə var ki, deyir, dünyada elə şeylər var ki, heç yaradanın da şuuruna sığışmır. Yəni, Tanrının böyük planının təməli bəlkə də onun nəzarətindən kənar, sırf insani bir aktdan başlayır. Deməli, müəllif bilərəkdən o mifoloji qatı soyur ki, altındakı insanı görə bilək. Ay sağ ol, məqsəd budur. Və o insanlardan biri olan Məryəmin həyatı da inanılmaz dərəcədə məhdud çərçivədə təqdim olunur. Sənin mənbələrində onun ayaq yalın gəzdiyi, kasıb paltarlar geyindiyi... Bəli, cəmiyyətin onun necə sıxdığı təsvir edilir. Bəli, məsələn, sinagogda qadınların yalnız yan qapıdan girə bilməsi və ibadət üçün 10 kişinin yığılmasını səssizcə gözləməsi. Dəqiq, bu sadəcə bir detal deyil, həmən dövrün reallığıdır. Mətn hətta daha dərinə gedir. İbadət dilinin belə kişilər tərəfindən özləri üçün yaradıldığını. Yəni, patriarxal cəmiyyəti açıq şəkildə vurğuluyur. Bəli, tamamilə və bütün bunlar Məryəmin sonraki rolunu daha da ironik və güclü edir. Cəmiyyətin səssiz bir müşahidəçi olaraq gördüyü bu qadın əslində bütün hekayənin mərkəzinə çevrilir. Bu qədər real, gündəlik həyatın içində birdən-birə qəribə, mistik elementlər peyda olmağa başlayır. Məsələn, yalnız Məryəmin gördüyü bir dilənçi ona gil kasa verir. Hə, içində parlayan bir ovuc torpaq olan. Bəli, bu nəyin simvoludur? Niyə məhz torpaq? Bax, bu hadisə hekayədəki ilk böyük sirdir. Kişilər, yəni Yusif və qonşuları bu kasa ilə nə edəcəklərini bilmirlər. Biri deyir, səhraya ataq, qurtulaq. Ümumiyyətlə, qurtulmaq istəyirlər ondan. Bəli, amma Zəkərya adlı daha müdrik biri deyir ki, yox, gəlin bastıraq. Və onun dediyi cümlə çox fəlsəfidir. Deyir ki, xeyri bastırsan da əbəs yerə itmir, şər isə torpaq altında qalsa, heç olmasa görünməz. Wow. Yəni bu, naməlum bir şeylə necə davranmaq barədə bir dialoqdur. İstər müqəddəs olsun, istər lənətli. Ay sağ ol. Onlar bilmirlər ki, bu xeyirdir, yoxsa şər. Deməli, bu cür qeyri-adi, mistik işarələr hekayənin əvvəlindən onların yoluna çıxır. Və səhv etmirəmsə, bu işarələr Betlehemə gedən yolda daha da aydınlaşır, elə deyilmi? Düzdür. Orada Simeon adlı yaşlı bir adamla qarşılaşırlar. Bəli, və Simeonun dedikləri hekayənin bütün trayektoriyasını dəyişə biləcək bir alternativ təqdim edir. O Yusifə yaxınlaşıb, deyir ki, yuxuda görüb. Tanrı istəmir ki, Romalılar sənin oğlunu tanıyıb, öz siyahılarına yazsınlar. Yəni məsləhət görür ki, bu uşaq adsız-sansız sakit bir həyat yaşasın. Bəli, diqqət çəkməsin. Təsəvvür et, tamamilə fərqli bir hekayə ola bilərdi. Bütün o böyük taleh, missiya, çarmıq, bunların heç biri olmaya bilərdi. Sadəcə bir dülgərin sadə oğlu. Bəli, bu hekayədəki taleh və iradə azadlığı mövzusunu çox dərindən açır.
Görəsən onlar üçün başqa bir seçim mümkün idimi? Amma Simeonun arzuladığı o sakit həyat heç vaxt baş tutmur. Əksinə, onların Betleyemə gəlişi birbaşa bir fəlakətə səbəb olur. Kral Herod məsələsi. Hə, o yeni doğulmuş Yahudiyanın çarı haqqında eşidir və qorxuya düşərək Betleyemdəki bütün körpələrin öldürülməsi əmrini verir. Yusif məbəddə bu xəbəri eşidir. Və tələsik geri qayıdır. Ən sarsıdıcı məqamlarından biri də budur. İllər sonra bir mələk Məryəmə görünür Bəli, bu dəhşətli bir səhnədir. və Yusuf haqqında bir şey deyir. Mələk deyir ki, Yusuf o gecə qaçarkən Betleyemdəki digər ailələrə, digər atalara xəbər vermədiyi üçün cinayət törədib. Gözlə bir dəqiqə. O yalnız öz ailəsini düşünüb. Ailəsini xilas etdiyi üçün günahkar olur. Bu çox qəddarcasına səslənir. Yəni, hər bir insan ilk növbədə öz övladını qorumağa çalışmazmı? Məryəm də elə bunu deyir. Onu müdafiə edir. Deyir ki, ərim mərhəmətli, yaxşı insandır. Bəli. Və mələyin cavabı romanın əsas fəlsəfəsini bir cümlədə cəmləyir. Hə, o, cinayət törətmiş mərhəmətli, yaxşı adamdır. Bu çox ağırdır. Çox. Bu, hekayənin əsas mövzularından birini ortaya qoyur. Yaxşı niyyətlərin fəlakətli nəticələrlə toqquşması. Yusifin hərəkəti başa düşüləndə, amma nəticəsi onlarla körpənin ölümü olur. Və bu günahkarlıq hissi, bu mənəvi yük, Onu ömrünün sonuna qədər bir kabus kimi təqib edir. bu çox ağır bir yükdür. Bir insanı xilas etmək üçün onlarla insanı qurban vermək. Və bu günahkarlıq hissi sanki onun taleyini də möhürləyir. Hekayənin ən sarsıdıcı paralellərindən biri də Yusifin ölümüdür. Tam olaraq. Ənənəvi hekayədən kəskin şəkildə fərqli olaraq, bu romanda Yusif qocalıb ölmür. O, Seforisdəki bir Roma əleyhinə üsyan zamanı səhvən tutulur. Və 33 yaşında çarmıxa çəkilir. Bəli, eyni ilə oğlunun gələcəkdəki taleyi kimi. Bu, çox güclü və simvolik bir seçimdir. Atanın taleyi oğlun taleyinin güzgüsünə çevrilir. Dəhşətdir. Mətndə onun son anlarında bütün ailəsini xatırladığı, amma sonda ağlında yalnız bir simanın, İsa'nın qaldığı təsvir edilir. Onun ilki və sonuncu cəzası. Bu 13 yaşlı bir uşaq üçün necə bir mirasdır. Atasının faciəvi şəkildə eyni ilə öz gələcək taleyi kimi ölməsi. Onun səndəllərini, alətlərini, bütün bu yükü necə daşıyır? Bax, bu İsa'nın uşaqlığının bitdiyi andır. O, atasının köhnə səndəllərini götürür. Hələ ayağına böyükdür. Amma bir gün geyinəcəyini bilir. Bəli, o hisslə yaşayır. Atasının dezgahına yaxınlaşır və evin kişisi rolunu, bütün o ağırlığıyla birlikdə öz üzərinə götürür. Və anası Məryəm də bunu görür. Yuxusunda görür. Onu atasının səndəllərini giymiş halda görür və anlayır ki, oğlu artıq uşaq deyil, Tanrı qanunu ilə idarə olunan kişilər dünyasına qədəm qoyur. Atasının ölümündən sonra İsa sanki cavab axtarışına çıxır və bu axtarış onu çox qəribə yerlərə aparır. Evi tərk edir. Və 4 il ərzində sirli bir çobanla birlikdə yaşayır. Sonradan aydın olur ki, bu çoban əslində şeytandır. Bəli, və onların arasında çox dərin fəlsəfi söhbətlər olur. Dəqiq. Bu dialoqlar əsərin fəlsəfi özəyini təşkil edir. Onlar Tanrı, xeyir, şər, güc və kainatın nizamı haqqında dərin söhbətlər edirlər. Məsələn, o iki tanrı ideyası. Hə, şeytan deyir ki, bir tanrı ola bilməz, 2 tanrı olmalıdır. Biri quzunu yaradan, digəri isə o quzunu yeyən qurdu yaradan. Bu, dünyadakı ziddiyyətlər, yəni xeyirlə şərrin bir-birini necə tamamladığını göstərən çox güclü bir arqumentdir. Bəli, monoteist dinlərin təməlini sarsıdan bir fikirdir. Və şeytanla bu təlimdən sonra İsa nəhayət Tanrının özü ilə qarşılaşır. Dumanlı bir dənizin ortasında, bir qayıqda. Və Tanrıdan aldığı cavablar heç də gözlədiyi kimi olmur. Əksinə, bəlkə də daha da qorxuncdur. Necə? Çox daha qorxuncdur. Çünki Tanrı ona öz planını açıqlayır və bu plan heç də bəşəriyyətin xilası ilə bağlı deyil. Tanrı etiraf edir ki, o yorğundur. Yorğundur. Hə, o yalnız bir xalqın, Yahudilərin tanrısı olmaqdan bezib, o daha artığını bütün dünyaya yayılmaq, Roma tanrıları, Yunan tanrıları ilə rəqabət aparmaq istəyir. Yəni güc istəyir, imperiya qurmaq istəyir. Ay sağ ol. Və bu imperiyanı qurmaq üçün ona bir şəhid, bir simvol lazımdır. O simvol da İsa olmalıdır. Deyən bir saniyə.
Yəni, Tanrı özü etiraf edir ki, onun planı əsrlərlə davam edəcək qırğınlara, işgəncələrə, din müharibələrinə səbəb olacaq Bəli, açıq şəkildə. və bütün bunları daha çox şöhrət, daha çox güc üçün edir. Bu, bizim bildiyimiz mərhəmətli Tanrı obrazı deyil. Bu daha çox, necə deyim, egoist, şöhrətpərəst bir varlıqdır. Şəkildə söyləməsidir. O, qabaqcadan bilir və etiraf edir ki, İsa'nın adı ilə törədiləcək əsrlərlə davam edən azab, işgəncə və ölüm olacaq. Deməli, yeni dinin təməli sevgi yox, istirablar üzərində qurulacaq. Dəqiq. Və bu, mətnin ortaya atdığı ən fundamental sualı gündəmə gətirir. Öz şöhrəti üçün bu qədər ağır bədəl tələb edən Tanrı necə bir Tanrıdır? Bu, hekayəni tamamilə başqa bir səviyyəyə qaldırır. Sənin mənbələrindən tez-tez rastıma çıxan o Midal təsviri yadıma düşür. Üzərində latınca Inventas vitam juvat excoluisse per artes yazılmışdı. Bəli, kəşf edilmiş sənədlər vasitəsilə həyatı yaxşılaşdırmaq xoşdur. Sual yaranır. Müəllif burada bu hekayəni yenidən yaradaraq, bu radikal sənəd əsəri ilə bizim həyat və Tanrı anlayışımızı yaxşılaşdırmağa mı çalışır, yoxsa tamamilə dağıtmağa? Bəlkə də bəzən dağıtmaq yenidən qurmağın ilk addımıdır. Və bu dəhşətli planı anladıqdan sonra İsa'nın son günlərdəki bütün addımları fərqli bir işıqda görünür. O, artıq taleyin qurbanı deyil sanki. Yox, planın könüllü icraçısıdır. O özü şagirdlərinə deyir ki, onlardan biri ona xəyanət etməli, onu təslim etməlidir. Və Yahuda bu rolu öz üzərinə götürür. Deməli, Yahuda satqın deyil, əslində ən sadiq şagird olur. Planın ən çətin, ən çirkin hissəsini öz üzərinə götürür. Düzdür. İsa'nın reaksiyası da bunu təsdiqləyir. Onu qucaqlayır, öpür və deyir, nə edəcəksənsə tez elə. Bu kontekstdə Yahuda satqın deyil, ilahi ssenarini yerinə yetirən əsas iştirakçıdır. Hətta daha sonra Bəli, şagirdlər Yahudanın ağacdan asılmış cəsədini tapanda İsa düşünür ki, onu dirildə bilərdi. amma bunu etmir. Etmir. Çünki bu güc Tanrının oğlunun gücüdür. Onun isə əlləri bağlıdır. O sadəcə Yahudi adının çarı rolunu oynayan bir aktyordur. O, bu faciəvi pyesdə öz rolunu sona qədər oynamalıdır. Bütün bunların mənası nədir? Bu hekayə hər bir mühüm hadisəni, doğumunu, ölümünü, xəyanəti, insan psixologiyasını və mütləq ilahi gücün tənqidi süzgəcindən keçirir. Dünyadakı istirablara görə kimin məsuliyyət daşıdığını sorğulayır. İnsan, Tanrı, yoxsa şeytan? Yaxud da bu romanda onların arasında bir fərqin olub-olmadığını sorğuluyur. Tanrı özü iblislə münasibətinin zəruri olduğunu, bir-birlərini tamamladıqlarını deyir. İnanılmazdı. Hətta əsərin ən ironik məqamlarından birində şeytan özü qan tökülməsinə dayandırmaq üçün Tanrıya yalvarır, tövbə edib cənnətə qayıtmağa təklif edir. Lakin Tanrı onun tövbəsinin artıq çox gec olduğunu deyərək rədd edir. Yəni, plan davam etməlidir. Bəli, şər rolunu oynayan aktyor səhnəni tərk edə bilməz. Beləliklə, əlimizdə təməl bir hekayənin çox güclü, çox cəsarətli və hədsiz dərəcədə narahat edici bir şərhi var. Düzdür. Bu səni ilahi məqsədlər arxasında dayanan insani bədəllərlə, yaxşı niyyətlərin dəhşətli nəticələri ilə üz-üzə qoyan bir hekayədir. Tam olaraq. Və sonda bu hekayə səni İsa'nın özünün çarmıqda Tanrıya verdiyi o son sualla baş-başa qoyur. Sən bizi niyə öldürdün? Və bilirsən ki, bu sualın yeganə əbədi cavabı sükutdur. Hekayə bu sükutla bitir. Və bu da bizi yenidən o latınca yazı olan medala qaytarır. Kəşf edilmiş sənədlər vasitəsilə həyatı yaxşılaşdırmaq xoşdur. Bu cür narahat edici bir sənət əsəri, bildiyimiz hər şeyi sorğulayan bir hekayə bizim həyat anlayışımızı həqiqətən də yaxşılaşdırırmı? Yoxsa bəzən həqiqətin ən çılpaq, ən narahat formaları ilə üzləşməyin özü bir növ yaxşılaşmadır. Bax, bu da sənin üçün bir düşüncə mövzusu.